Gənclər və yeniyetmələrdən ibarət üzgüçülüyü üzrə milli komandamız 100-cü Latviya Beynəlxalq Çempionatında uğurla çıxış edib. Riqa şəhərində keçirilən turnirdə 9-u qızıl, 13-ü gümüş və 4-ü bürünc olmaqla ümumən 26 medal qazanan idmançılarımız vətənə qayıdıblar. Bu Latviyanın 100-cü çempionatıdır. Bizim 9 qızıl, 13 gümüş, 4 bürünc medalımız oldu. 2009-cu il gənc idmançımız Azərbaycanda ən yüksək 832 xal toplayaraq dünya çempionatına 2 lisenziya qazandı. Onlardan biri 400 metr sərbəst üsulda, 1500 metr sərbəst üsulda İsmailzadə Süleyman. Digər idmançılarımız Hüseynov Oktay öz nəticəsini daha da yaxşılaşdırdı. 798 xal Fina xalı topladı. Onun da bir neçə xalı qalıb ki, o da gələcək yarışlarda dünya çempionatının lisenziya qazana bilər inşallah. Öz şəxsi rekordlarımı təzələdim, Latviya rekordlarını qırdım və təzəlikcə Singapurda dünya çempionatına lisenziya qazandım. Nəticə gözlənilirdi, amma dəqiq deyil idi. Amma şükürlər olsun, yarışda təsdiqlədik. Qeyd edək ki, 100-cü Latviya Beynəlxalq Çempionatında idmançılarımızdan Süleyman İsmailzadə ən yüksək reytinq xalını toplayaraq Singapurda keçiriləcək dünya çempionatına 2 lisenziya qazanıb.